Salam, mən Rauf Kazımov, həkim uroloq. Bugünkü mövzumuz penis başının həssaslığının aşağı düşdüyü durum barəsindədir. Söylənilən durum aşağıdakı əlamətlərlə özünü səciyyələndirir. Birinci əlamət odur ki, pasientin cinsi həvəsi və istəyi olur, yəni libido var, lakin erektil disfunksiyada ciddi problemlər olur. Növbəti bir əlamət, bu zaman pasientdə erogen stimulyasiyaya həddindən çox zamanın gərəkdiyi və bu stimulyasiyaya cavab verən erogen zonaların cavab limitinin aşağı düşməsi. Başqa bir əlamət isə pasientdə orqazmın heç bir həzz hissi ilə müşahidə olunmaması, yəni eyakulyasiya var, amma həzz hissi yoxdur. Bu əlamətlərlə səciyyələnən penis başının həssaslığının aşağı düşdüyü durumun aşağıdakı səbəbləri ola bilər. Birinci səbəb travmadır. Keçirilmiş hər hansı bir cinsi həyatda və ya qeyri-cinsi həyatda alınan travmalar. Növbəti bir səbəb pasientin hal-hazırda müəyyən qrup preparatların qəbul etməsi. Bura əsasən antidepressantlar aiddir. Başqa bir səbəb zərərli vərdişlər, bir başqa səbəb şəkərli diabet, bir başqa səbəb stres və nəhayət sonuncu səbəb hormonal balansın pozulması.